Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Mən çıxışıma başlamamışdan ilk öncə Ulu Öndər Heydər Əliyevin gözəl sözləri və kəlamlarla çıxışımı davam etdirmək istəyirəm. Onun hər bir sahədə dediyi sözlər və kəlamlar biz sivil cəmiyyətimizin daima yaddaşlarına həkk edilmişdir. Əziz izləyicilərimiz, bugünkü mövzularımızdan birisi də təhsilimizə verilən önəm, eləcə də təhsilimizdə olan boşluqlar haqqıdır. Ulu Öndərimizin dediyi kimi, təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin, həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. İnsan təhsilinin əsasını orta məktəbdə alır. Əgər onun fundamental köklü orta təhsili varsa, o cəmiyyətdə özünə yer tapacaq, saçacaq və cəmiyyətimizin şüurlu üstü olacaq. Hörmətli izləyicilərimiz, bugünkü mövzumuz Göyçay rayonunda yerləşən 7 saylı tam orta məktəb haqqıdır. Bu məktəb vaxtı ilə çox nüfuzlu bir məktəb olaraq savadlı elmli gənclər yetirmişdir. Və əlbəttə ki, savadlı elmli müəllim və müəllimələrin səhiyyəsidir. Bəli, bir daha sübut etdi ki, Vətən müharibəsi iştirakında bu gənclər silaha sarılaraq Ali Baş Komandanımızın rəhbərliyi altında canları bahasında torpaqlarımızı azad etdilər və qanları ilə tarix yazdılar. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə azim şəfalar. Əfsuslar olsun ki, təhsildə yaranmış boşluqlar biz valideynlərə çox sarsın, dərindən çox sarsın. Belə ki, övladlarımızın elm və təhsil ocağında yaranmış boşluqlar nəticəsində övladlarımız keyfiyyətli təhsil ala bilmir. Əziz izləyicilərimiz, 7 saylı tam orta məktəbdə təhsil alan övladlarımız təhsil aldıqları sinifləri bağlanılaraq başqa bir siniflərə köçürülür. Baxmayaraq ki, normativ hallara uyğun olaraq siniflər, lakin hansısa səriştəsiz rəhbərlik ucbatından bugün övladlarımıza böyük bir psixoloji təsir göstərir. Məlum edirəm ki, adı çəkilən məktəbdə 7-ci sinifi 22 nəfər şagird olmasına baxmayaraq sinif bağlandı. Çox üzücü haldır. Əfsuslar olsun ki, biz rəhbərliyə müraciət etdiyimizdə isə Təhsil Nazirliyinin göstərişidir. Biz əlimizdən heç nə gəlmir, heç bir köməklik edə bilmərik. Bəli, biz də bir mətbuat əməkdaşı, eləcə də ictimai nəzarətçi olaraq bu məsələ ilə bağlı dərhal araşdırma apardıq. Məlum oldu ki, hətta illərdir bu məktəbdə çalışan müəllim və müəllimələrin dərs saatları ixtisara salınaraq, bu da müəllim heyətinin haqlı narazılığına səbəb olur. Mən bir media əməkdaşı, eləcə də prezidentimin çağırışına qoşulan ictimai nəzarətçi olaraq xahiş edirəm ölkəmin prezidentindən, Ali Baş Komandanımız İlham Əliyev cənablarından və Təhsil Naziri Emin Əmrullayevdən bu məsələ ilə bağlı ciddi bir tədbir görülməsini xahiş edirik. Eləcə də mən bir valideyn olaraq istərəm ki, övladlarımız sağlam mühitdə elmli, savadlı, vətəninə, dövlətinə, millətinə sadiq vətəndaş kimi yetişsin. Mən əminəm ki, mənim müraciətim əsassız qalmayacaq. Necə ki, Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, uşaqlar bizim gələcəyimizdir. Diqqətinizə görə təşəkkür edirəm. Çıxış etdik, Balık Olmaz saatində izli kanal 14-ün Xüsusi müxbiri Aliyev Kamil.